Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə maraqlı bir-iki sual izahına baxaq. Deməli, belə bir sual verilibdir ki, düzaqlı üçbucaqdır və burada YC-nin qiyməti bizdən soruşulur. Deməli, birinci növbədə bu sualda nəyə diqqət etməliyik? BK xətti və KY xəttinin bir-birlərinə bərabər olması əslində burada həmin nöqtədən orta xətt çəkə biləcəyimizi ağlımıza gətirməlidir. Orta xətt çəksəm əgər bu AC-yə paralel olacaq şəkildə orta xətt çəksəm və eyni şəkildə paralel olmasına görə bu bucaq ilə bu bucaq bir-birlərinə bərabər olmuş oldu və daha sonra orta xətt olduğuna görə yarıya bölünmə var. Yarıya bölünmə olduğu üçün bu tərəfin də qiyməti toplam 12-yə bərabərdir və bunu yarıya bölsək bu tərəfin qiymətinə 6 düşür. 9-un digər hissəsi burada qaldığına görə bu tərəfə də 3 qalır. 8-in də tən yarısı bu da bizə 4 cavabını vermiş oldu. Və daha sonra bu hissədə Pifaqor tətbiq edib biz YK-nın qiymətini 5 olaraq tapmış oluruq. Daha sonra burada nə adlandırma edək? Bura bir dənə K nöqtəsi qeyd edək. K demək. K-nı bir dəfə istifadə etmişik. İkinci səfər D hərfi deyək bu hissəyə. Demək, burada F, D, K üçbucağı oxşardır. Amma nəyə oxşardır? Gəlin bucaqları adlandıraq. Bu üçbucağa diqqət edin. Buna bir dənə alfa olaraq qeyd edeyim. Buna bir dənə beta olaraq qeyd edeyim. Eyni şəkildə bu alfadırsa, alfa üstü gəl beta 90 olduğuna görə buna da bir dənə beta qalmış olur. Böyük üçbucağa diqqət etsiniz, görərsiniz ki, təpədəki bucaq betası, buna da alfa düşür. Və artıq biz böyük ABC üçbucağı ilə balaca DFK üçbucağının oxşarlığını görmüş olduq. İndi oxşar olduğu hissələri dəqiq şəkildə qeyd edək. Üçbucaq ABC oxşardır, üçbucaq. A təpəsinə uyğun 90 dərəcə olduğuna görə biz burada D hərfi ilə işarə edirik balaca üçbucaqda. B təpəsinə uyğun beta bucağı olduğuna görə balaca üçbucaqda beta bucağı K-nı ifadə edir və digər bucaqda F ifadə etmiş olur. Alfada F ifadə etmiş olur. İndi oxşarlığın nisbətlərimizi yazaq. AB-nin DK-ya nisbəti, BC-nin KF-ə nisbəti, eyni şəkildə AC-nin isə DF-ə nisbətini yazmış oluruq. Nisbətləri düzgün şəkildə yazdıqdan sonra artıq qiymətlərimizi yerinə qoya bilərik. AB-nin qiyməti 12-yə bərabərdir. 9 da gəlir 12 idi. DK-nın qiyməti 4 olaraq tapdıq. BC-nin qiymətini BC-nin qiyməti bəlli deyil, elə BC olaraq saxlayaq. KF-in qiymətini 5 olaraq tapdıq. Eyni şəkildə AC-nin qiymətini 8 üstəgəl x, DF-in qiyməti isə 3 olaraq tapmış olduq. Deməli, bu ikisinin bərabərliyindən biz buradan rahatlıqla x-in qiymətini tapa bilərik. 8 üstəgəl x bərabərdir. 3 vur 3, 9 elədi. X-in də qiyməti alındı 1. Cavab A variantı. Növbəti suala keçək. İkinci sualımız çox rahat sualdır. Deməli, bu sualda bizə verir ki, A nöqtəsinin koordinatı -2, -3-dür və birim karelərdən, yəni kvadratlardan, tərəfi 1 olan kvadratlardan istifadə olunmuşdur deyir. B nöqtəsinin koordinatları bizə lazımdır. Tərəfi 1 olduğuna görə bu x oxu üzərində -2 nöqtəsinə 1 vahid, 1 vahid və 1 vahid toplamda -2-nin üzərinə əslində 3 vahid gəlinmiş olur və bu da x-in qiyməti, yeni koordinatı x-in qiyməti 1 etmiş olur. Daha sonra x-in qiymətini burada 1 tapmış olduq. Eyni şəkildə indi buradan yuxarıya doğru hərəkət edərsiniz. Yuxarıya doğru hərəkət etsək artıq -3 nöqtəsi y-in qiymətidir. -3-ün üzərinə də 1 vahid, 1 vahid toplamda 3 vahid gəlmiş oluruq ki, bu da -3-ün üzərinə 3 gəlmiş oluruq. Bu da elədir 0. Yəni yeni yaranmış B nöqtəsinin koordinatının apsisi 1 olmuş oldu. Ordinatı isə 0-a bərabər olmuş oldu. Yəni 1-ə 0 koordinatı yaranmış oldu artıq. Yəni apsisi 1-dir, ordinatı 0 oldu. Yəni burada vahidlərlə sürüşmələr etdik əslində. Başqa bir şey yoxdur. Cavab oldu B variantı. Növbəti suala keçək. Sonuncu sualımıza keçək. Sonuncu sualımızda belə bir sual verilibdir ki, bizdən bu dördbucaqlısının sahəsini soruşur. Biz bilirik ki, bütün dördbucaqların sahəsi üçün ödənən ən böyük, ən vacib düsturlardan biri budur ki, diaqonalların hasilinin yarısı və aradakı bucağın sinusu. Demək, biz burada diaqonallarını görmüş oluruq. Aradakı bucağın sinusunu tapmış olsaq, artıq sahəni tapmış olarıq. Aradakı bucağın sinusunu tapmaq üçün də burada diqqətimizi çəkən ikinci bir məqam odur ki, bərabər yanlış bucaqdır və təpədən bir dənə hündürlük n desəm, təpədən n dediyimiz hündürlük bunun
beraber yanlış buzaq olmuş olur və beraber yanlış buzaq olduğuna görə də yan tərəfdə oturacaqdakı bu hissəmiz 6-6 deyə bölünür və biz buradan fiqura əsasən yuxarı hissədən enən hündürlüyün əslində 8 olduğunu görmüş olduq. Yəni biz artıq sinus alfanın əslində 8 bölünsün 10 olduğunu tapmış olduq. Sinus alfa 8 bölünsün 10-dursa sahədə tapan zaman 2-də 1 vurulsun. Diagonallarımız biri 14, 12 üstə gəl 2, digəri isə 10 üstə gəl 5, yəni 15 vurulsun. Bir də aradakı buzağın sinusu, yəni 4 bölünsün 5. 8 bölünsün 10'u ixtisar etdik. 4 bölünsün 5 olarak yazmış olduk. Burada da ixtisarlarımızı aparsaq 15 5'e getdi. 3 qaldı. 14 2'ye getdi. 7 qaldı. 21'i də vurduq 4'ə. Bu da elədi 84. Qrupumuza qoşulub bu cür suallardan öncədən siz xəbərdar olmaq istəyirsinizsə əgər sualları öncədən siz görürsünüz, araşdırırsınız, həll etməyə çalışırsınız. Daha sonra bir neçə gün sonra həmin sualların həllini biz qrupa yönləndiririk. Bu şəkildə video izahlı şəkildə. Faydalanmaq üçün 050 778 44 24 nömrəsinə yazıb qrupumuza qeydiyyatdan keçirə bilərsiniz. Qrupa ödənişsiz qrupdur. Sırf miqə hazırlaşan müəllimlərə dəstək məqsədilə yaratmışıq. Qoşulub qeyddən keçmək istəyən müəllimlər qrupa qeyddə düşə bilərlər. Hər iki sağ olurlar. Növbəti suallarda görüşərik.